Yeni xəbər kanalı əsasən hazırda fəaliyyətdə olan ARB 24 telekanalının texniki və insan resursu bazası üzərində Bakı şəhərində qurulacaq. Kanalın inzibati binası yayın mərkəzi paytaxtda olacaq və televiziya ARB 24 adı ilə fəaliyyət göstərəcək. Kanalın formalaşdırılması kifayət qədər böyük layihə olduğundan maddi texniki bazanın ən yüksək səviyyədə qurulması, əlavə olaraq ixtisaslı kadrların yeni kanalda cəmləşdirilməsi istiqamətində iş aparılacaq. İndi boş görünən və son tamamlanma işləri gedən bu məkanda isə bir müddət sonra qaynar məlumatların tamaşaçılara çatdırıldığı studiya yerləşəcək. Ölkənin ilk xəbər kanalı öz yayım üslubu və keyfiyyətinə görə də fərqlənəcək. Yeni telekanal yayım siyasətində əsas prioritet araşdırma, təhlil, xüsusən də iqtisadiyyat və biznes mühitinin daha da işıqlandırılması olacaq. Bura isə newsroomdur. Yəni, burada xəbərlər hazırlanır. Bura belə də demək olar. Xəbərlərin mətbəxi indi sakit və boş olması sizi yanıltmasın. Kanal fəaliyyətə başladıqdan sonra bu otaq işin ən qızğın getdiyi yer olacaq. Burada hazırlanan materiallar 24 saat tamaşaçıların xəbər alma tələbatını qarşılayacaq. Televiziyanın işinin daha da təkmil formada qurulması üçün yayım öncəsi hazırlıq prosesinə xarici mütəxəssislər də cəlb olunacaq. Bütün işlər tam yekunlaşdıqdan sonra ölkənin ixtisaslaşmış ilk xəbər kanalının 2018-ci ilin payız aylarında fəaliyyətə başlaması planlaşdırılır. Uğurlar! Leyla Abbasova, Manaf Əzizli, Bakı.